Salam dəyərli abituriyentlər, bu videomuzda baxacağıq vasitəli və vasitəsiz nitqlə bağlı əsas məqamlara. Əvvəlcə başlayaq vasitəsiz nitqdən. Vasitəsiz nitq nədir? Biz vasitəsiz nitq deyildə nəyə başa düşürük? Vasitəsiz nitq o nitqə deyilir ki, biz başqasının nitqini olduğu kimi, yəni heç bir vasitə qoşmadan, təhrif etmədən necə var elə də deyirik. Və vasitəsiz nitq yadınızda qalsın, iki hissədən ibarət olur. Birincisi adlanır müəllifin sözü, müəllifin sözü. İkinci isə adlanır elə vasitəsiz nitq. Deməli, vasitəsiz nitq iki hissədən ibarət oldu. Müəllifin sözü M hərfi ilə işarələnir, vasitəsiz nitq isə B hərfi ilə işarə olunur. İndi gəlin baxaq. Bir cümlə verilib sizə. Həmin o cümlədə siz müəllifin sözü ilə vasitəsiz nitqi necə ayırd edəcəksiniz? Yadınızda qalsın, müəllifin sözü çox zaman dedi, söylədi, fikirləşdi. Bəzi hallarda məsələn qabağınıza çıxa bilər deyə ifadəsi. Bax bu kimi nitq və təfəkkür felləri ilə ifadə olunur. Və ikinci bir məqam yadınızda qalsın. Müəllifin sözündə sizə heç bir məlumat verilmir, heç bir fikir aşılanmır. Sadəcə nitq və təfəkkür feli ilə ifadə olunur. Bax məsələn deyirəm ki, o dedi. Hər şey düzələcək. İndi fikir verin. O dedi, hər şey düzələcək. Burada o dedi ifadəsi müəllifin sözüdür. Mən hardan bildim müəllifin sözü olduğunu? Çünki dedi burada nitq və təfəkkür feilidir. Biz dedik ki, müəllifin sözü nitq və təfəkkür feilləri ilə ifadə olunur. İkinci bir məqamda isə qeyd etdik ki, müəllifin sözündə bizə heç bir fikir aşılanmır, heç bir fikir çatdırılmır bizə. O dedi, yəni dedi. Bax, nəyə deyibsə, bax burada ifadə olunur. Hər şey düzələcək. Bax, hansı hissədə ki, bizə fikir aşılanır, biz oradan məlumat əldə edirik, həmin hissə adlanır vasitəsiz nitq. Bizə məlumat aşılanmır, biz sadəcə orada nitq və təfəkkür fellərini görürüksə, həmin hissə adlanacaq artıq nə? Müəllifin sözü. İndi bizə lazımdır burada vasitəsiz nitqdə, vasitəsiz nitqin işlənmə məqamlarını. Yadınızda qalsın, vasitəsiz nitqin 5 dənə işlənmə məqamı var. Hansılardır? Gəlin qeyd edək. Birinci məqam, yadınızda qalsın, vasitəsiz nitq müəllifin sözündən sonra gələ bilər. Nə zaman gələ bilər? Deməli, müəllifin sözündən sonra. Məsələn, belə bir cümlə yazaq. Deyirəm ki, o. Bəlkə cümləni ilə yazaq. O dedi, hər şey düzələcək. Fikir verin bu cümləyə. O dedi, bayaq qeyd etdik ki, müəllifin sözüdür. Yazırıq müəllifin sözü. Hər şey düzələcək isə nədir? Vasitəsiz nitqi. Daha sonra yazırıq vasitəsiz nitq. Deməli, vasitəsiz nitq harda gəldi? Müəllifin sözündən sonra. İndi gəlin durğu işarələrinə baxaq. Yadınızda qalsın. Dedi sözü cümlənin əvvəlində gəlibsə, dedidən sonra qoşun nöqtə qoyuruq və müəllifin sözündən sonra adi cümlədə vasitəsiz nitqi verirsə, bax, lövhədə yazdım bu formada. Vasitəsiz nitq mütləq şəkildə dırnağın içində yazılır və dırnaq harda bağlanacaq? Burada bağlanır, nöqtə işarəsi də dırnaqdan sonra qoyulur. Həmin o durğu işarələrini köçürdürüb bura. Deməli, müəllifin sözündən sonra qoşun nöqtəni qoyduq, daha sonra dırnağı açdıq, dırnağı bağladıq və nöqtəni harda qoyduq? Dırnaqdan mütləq şəkildə sonda. Bu adlandı nə? Vasitəsiz nitq müəllifin sözündən sonra gəldi. İndi ikinci işləmə məqamına baxaq. İkinci işləmə məqamını qeyd etməmişdən qabaq bir şey burada qeyd edək. Yadınızda qalsın, dırnaq işarəsinin içində verilən durğu işarələrindən biz mütləq şəkildə burada qeyd edə bilərik. Ya sual işarəsini, ya da nida işarəsini. Məsələn, deyək ki, o dedi, hər şey düzələcək. Burada hər şey düzələcək vasitəsiz nitq. Düzdür. Mən əgər bunu sual cümləsi formasında desəm, deyirəm ki, hər şey düzələcək formada versəm, mütləq şəkildə sualı harda qoyacam? Dırnağın içində. Yəni, dırnağı bağlayıb daha sonra sual qoya bilmərəm. Və yaxud da yüksək hiss həyəcandan desəm, nida cümləsi formasında. Nidanı qoyacam, daha sonra dırnaq işarəsini qoyacam. Yəni, dırnağın içərisində sualla mütləq şəkildə nida işarəsini qoymalısınız. Amma yox, mən bunu adi cümlə formasında desəm, deyirəm ki, o dedi, hər şey düzələcək. Yəni, nəqli cümlə formasında desəm, mütləq şəkildə yadınızda qalsın. Dırnaq bağlanır, daha sonra nöqtə işarəsi qoyulur. Dırnağın içində verilən bir dənə sualla nida işarəsidir. Vergüldür, nöqtədir. Bunlar dırnaqdan qıraqda verilir.
İndi gəlin vasitəsiz nitqin ikinci işlənmə məqamına baxaq. Müəllifin sözündən əvvəl işlənir. Birinci nümunədə müəllifin sözündən fikir verin, burada sonda işlənmişdi. İndi isə vasitəsiz nitq müəllifin sözündən əvvəl işlənəcək. Elə həmin cümlənin içində yazaq. Deyirəm ki, hər şey düzələcək dedi. İndi fikir verin bu cümlə. Hər şey düzələcək. Bu bizim vasitəsiz nitqimizdir, düzdür? Çünki hansısa bir məlumat, kimisə nitqidir artıq. Vasitəsiz nitqi yazırıq. Dedi də nədir? Müəllifin sözü. Çünki nitq və təfəkkür feilindən ifadə olunub. Müəllifin də sözünü yazırıq bura. İndi gəlin başlayaq durğu işarələrini qoymağa. Hər şey düzələcək. Dedi vasitəsiz nitq nə ilə ayrılır? Dırnaq işarəsindən. Və harda bağlanacaq dırnaq? Bax burada. Çünki vasitəsiz nitqimiz burada qurtarır. Dedi də cümlənin sonunda gələndə özündən əvvəl virgül tire ilə ayrılır. İndi gəlin durğu işarələrini qeyd edək. Deməli, dırnaq açıldı. Dırnağı burada bağlayırıq. Virgül, tire və sonunda da nöqtə işarəsi. Aydın oldu. Daha sonra vasitəsiz nitqin üçüncü işlənmə məqamına baxaq. Müəllifin sözlərinin arasında gələ bilər. Müəllifin sözlərinin arasında. Məsələn, deyirəm ki, o yerindən qalxıb, hər şey düzələcək dedi. Dediyi üçüncü işlənmə məqamı nədir? Müəllifin sözlərinin arasında. İndi fikir verin burada nə? O yerindən qalxıb. Hər hansı sizə bir fikir, yenə deyirəm, bir şey haqqında məlumat vermir. Kimisə nitqini ifadə etmir burada. Deməli, bu adlanacaq nə? Müəllifin sözü. Hər şey düzələcək, bu başqasının nitqidir. Olacaq vasitəsiz nitq. Dedi də nədir? Yenə nitq və təfəkkür feilidir. Müəllifin sözüdür. İndi gəlin durğu işarələrinə baxaq. O yerindən qalxıb. Dedik ki, müəllifin sözü cümlənin əvvəlində gəlirsə qoşun nöqtə ilə ayrılır. Qoşun nöqtə qoyuruq. Daha sonra vasitəsiz nitq isə necə olacaq? Dırnaq açılacaq və vasitəsiz nitqin qurtardığı yerdə dırnaq bağlanacaq. Dedi də cümlənin sonunda gəldiyinə görə özündən əvvəl necə ayrılacaq? Virgül tire ilə. Vəssalam. İndi gəlin həmin durğu işarələrini köçürdək bura. Müəllifin sözündən sonra nə qoyduq? Qoşun nöqtəni qoyduq. Daha sonra dırnağı açırıq. Dırnaq burada bağlanır. Virgül, tire və sonunda da nöqtəmiz. Bu da vasitəsiz nitqin üçüncü işlənmə məqamı. İndi dördüncü işlənmə məqamına baxaq. Yadınızda qalsın. Vasitəsiz nitq müəllifin sözündən əvvəl və sonra gələ bilər. Əvvəl və sonra. Bax, bu üçüncü yazdığımız nümunədə ortasında gəlib müəllifin sözlərinin. İndi isə müəllifin sözündən əvvəl və sonra. Bir belə bir cümlə yazaq. Deyirəm ki, hər şey düzələcək dedi. Darıxmayın. Dedi müəllifin sözündən əvvəl və sonra. Gəlin, bax. Hər şey düzələcək. Bizim vasitəsiz nitqimiz dedi. Müəllifin sözdür, nitq və təfəkkür feilidir. Darıxmayın, yenə başqasının nitqidir. Baxın, hər şey düzələcək. Darıxmayın. Başqası deyir bunu. Bu da olacaq vasitəsiz nitq. İndi gəlin durğu işarələrinə baxaq. Hər şey düzələcək. Vasitəsiz nitqimiz isə deməli, dırnaq burada açılır. Vasitəsiz nitq harda qurtarır? Burada qurtarır. Deməli, dırnağı burada qoyacaq. Burada bir qoyub, burada bir açın. Bu olmur. Belə bu formada götürmürsünüz. Harda başlayır, orada bir açırsınız. Bir də qutaranda bağlayırsınız. İndi dedi cümlənin ortasında gələndə isə yadınızda qalsın. Özündən əvvəl virgül tire, özündən sonra da virgül tire ilə ayrılacaq. Vəssalam. İndi gəlin durğu işarələrini götürdük bura. Deməli, dırnaq açıldı, dırnağı burada bağladıq. Daha sonra müəllifin sözü, baxın, ortada da özündən əvvəl virgül tire ilə ayrılıb. Burada da virgül tire və nöqtəni deməli harda qoyacağıq? Dırnaqdan. Bu da deməli oldu müəllifin sözündən əvvəl və sonra. Və vasitəsiz nitqin sonuncu işləmi qeyd edək. Müəllifin nitqi ilə vasitəsiz nitq növbələşir. Məsələn, deyirəm ki, o yaxınlaşıb, hər şey düzələcək dedi. Darıxmayın.
İndi fikir verin bura. O yaxınlaşıb. Burada bizə hər hansı bir fikir çatdırılmır. Deməli, bu nədir? Müəllifin sözü. Hər şey düzələcək. Başqasının nitqidir. Vasitəsiz nitq. Dedi yenə nitq və təfəkkür feilidir. Müəllifin sözü. Darıxmayın yenə. Başqası sancı bu fikir deyir ki, hər şey düzələcək. Darıxmayın. Yenə nədir? Vasitəsiz nitq. Bizim sistemimizin gəlin duruş şairlərinə baxaq. O yaxınlaşıb, müəllifin sözündən sonra qoşa nöqtə dırnaq açılır. Dırnaq harda bağlanacaq? Vasitəsiz nitqimiz burada qutarır, burada bağlanır. Hər şey düzələcək. Dedi cümlənin ortasında gəlir. Dedik necə olacaq duruş işarələri? Vergül tiri, vergül tiri və sonda da nöqtə işarəsi. Həmin duruş işarələrini köçürdürük bura. Müəllifin sözündən sonra qoşa nöqtə, dırnaq açılır. Burada dırnaq bağlanır. Vergül tiri, vergül tiri. Sonda da nöqtə işarəsi. Aydın oldu. Bax bu vasitəsiz nitqin işləmə məqamları. 5 dənə işləmə məqamıdır. Bunu bu formada yadınıza salın. Gəlin baxaq vasitəli nitqə. Vasitəli nitqisi odur ki, bax vasitəsiz nitqə biz dedik ki, başqasının nitqini biz dəyişmirik vasitəsiz nitqə. Olduğu kimi təhrif etmədən necə varsa elə deyirik. Vasitəli nitqdə isə biz artıq vasitə qoşuruq. Həmin vasitə də nədir? Gəlin əvvəlcə bayaq yazdığımız cümləni yazaq bir də. Deyirəm ki, o dedi. Hər şey düzələcək. Düzələcək. Baxın, bu cümlə dedik ki, vasitəsiz nitqdir, düzdür. Vasitəsiz nitqli cümlədir. İndi həmin bu cümləni vasitəli nitqə çevirməkdən ötürü yadınızda qalsın. Qoşa nöqtə, dırnaqlar atılır. O dedi. Müəllifin sözündən sonra bayaq dediyimiz o vasitəni, yəni ki, bağlayıcısını qoşuruq bura. Baxın, kitablarınızda qeyd edilir ki, vasitəli nitq budaq cümlə formasında formalaşır. Budaq cümlə deyir də, yəni bunu deyir də. O dedi ki, nəyi? Tamamlıq budaq cümləsidir. Deməli, vasitəsiz nitqi vasitəli nitqə çevirməkdən ötürü nöqtələr, dırnaqlar atılır. Müəllifin sözündən sonra kişi bağlayıcısı qoyulur. O dedi ki, hər şey düzələcək. Bu da oldu. Tabeli mürəkkəb. Baxın, budaq cümlə formasındadır. Yəni tamamlıq budaq cümləsidir və vasitəli nitqdir. Ümid edirəm ki, video faydalı olar. Suallarınız olsa aşağıda yorumlarda qeyd edə bilərsiniz.